Bu da yaxşı həll olur. Ümumiyyətlə mən demişəm ki, NO3-dür, natriumdur, kaliumdur. Bütün duzlar suda həll olur. Çünki onlar suda həll olan birləşmələrdirlər. Deməli, suda yaxşı həll olur. Ortaya yazacağım. Biri ortaya yazdım. Parçalamasından O2 alınır. Bilirsiniz ki, bunun parçalamasından kalsiyum, NO2, 2 dəfə plus O2. Kuprum NO3 2 dəfənin parçalamasından kuprumu plus NO2 plus O2. Deməli, hər ikisindən nə alındı? Oksigen. Deməli, bu da ortaya gedəcək. Sodium parçalamasına nitrit alınır. Nitrit oksigenin sayı, yəni HNO2'dir. Onun duzudur da. Bunun duzu yuxarıda alınıb. Deməli, 3 bura getdi. Kalium OH reaksiyaya daxil olur. Kalium OH reaksiyaya o daxil olar ki, sonda çöküntü versin. Kalsiyum kaliumdan, yəni kalium OH-la girəndə kalsiyum OH2 alınır, o çöküntü deyil. Amma kuprum OH2 ilə gedəndə kuprum OH2 mavi rəngli çöküntü alır. Ona görə cavabımız bu olacaqdır.